Salam dostlar, bugün Respublika Fən Olimpiyadası və yaxud da ki, İqtisadi adına Məntiq Olimpiyadası üzrə qeydiyyat keçmək edəcəyik. Qeydiyyatdan keçmək üçün ilk öncə Portal Eduaz saytına daxil oluruq. Daha sonrası qeydiyyat düyməsini klikləyirik. Vətəndaşlıqdan Azərbaycan Respublikası vətəndaşı və fin kod yazırıq. Fin koda əgər şagird adından yazsanız birbaşa qeydiyyatı təsdiqləmiş olursunuz. Valideyn öz adından qeydiyyatdan keçib şagirdi sonradan da əlavə edə bilər. Biz isə şagirdin adından birbaşa qeydiyyatdan keçirik. Fin kod yazıb yoxla düyməsini vururuq və gözləyirik. Gözlədikdən sonra müəyyən məlumatlar gəlir. Tam əmin olduqdan sonra növbəti düyməsini klikləyirik və bizdən telefon nömrəsinin əlavə edilməsini istəyir. Telefon nömrəsini də yazdıqdan sonra telefon nömrəsini də yazırsınız və bundan sonra isə sizə SMS göndər düyməsinə klik edəcəksiniz. İndi telefon nömrəsi yazırıq və SMS göndər düyməsinə klik edirik və saniyələr sayılmağa başlayır və həmin zaman müddətində telefonunuza yazdığınız nömrəyə təsdiq SMS-i gəlir. Həmin kodu daxil edirsiniz göstərilən xanaya və daha sonrası növbəti düyməsinə klik edirsiniz. Göstərilən yerdə poçt ünvanı, e-mail əlavə etməlisiniz. Hər hansı bir e-mailinizi əlavə edirsiniz. Daha sonra isə həmin e-mailin təkrarını aşağıdan da yazmağa çalışırsınız. Bütün e-mail xanalarını yazdıqdan sonra növbəti vurursunuz və bu göstərilən xanada isə şifrə təyin edirsiniz. Sonrası növbəti düyməsinə klik edirsiniz. Göstərilən şifrə və s. yazdıqdan sonra kabinetdə daxil olub klik edəcəkdə siz artıq şagird adı ilə Portal Eduazda daxil olmuş olursunuz. Qeydiyyatdan keçmək üçün müsabiqələr və olimpiyadalar bölməsinə klikləyirsiniz və burada müraciət et düyməsini seçirsiniz. Şagird adı ilə qeydiyyatdan keçmişsinizsə artıq birbaşa müraciət edə bilərsiniz. Müraciət düyməsini vurduqda sizə seçimlər verilir. 5-ci sinif məntiq yarışması üzrə gedir. 6-cı sinif fən olimpiyadasının, fən müsabiqəsinin riyaziyyat və informatika üzrə gedir. 7-ci sinifdə isə kimya, biologiya, fizika istiqaməti üzrə fən müsabiqəsi seçilir. Növbəti vurduqda isə vəsiqə məlumatlar və s. gəlir. Əmin oluq, yaddaşa vurub saxlaya bilərsiniz. Qeydiyyatı sonra da davam etdirmək mümkündür. Və sizdən sonradan UTIS kodu tələb olunur. Hansı ki UTIS kodu bizdə distant təhsil müddətində bizim e-mail ünvanımız vardır. Student Eduaz ilə verilən həmin e-mail ünvanının qarşısındakı 7 rəqəmli koddur. Həmin 7 rəqəmli kodu daxil etdikdən sonra isə biz yazmağa davam edəcəyik. Yoxla düyməsini kliklədikdə isə bir qədər gözləyirik. Şagirdin məlumatları, oxuduğu məktəb və sinifi gəlir. İndi hal-hazırda 7-ci sinif olduğu üçün biz 3 fən üzrə birisini seçəcəyik. Müsabiqə istiqaməti fizika, kimya, biologiyadan birisini seçirsiniz. İngilis dil göstəricisi isə seçilməyi tələb olunmur. Müraciəti təsdiqlədikdən sonra isə artıq bütün prosedur yekunlaşmış olur. Ümumi məlumatlar bölməsinə klikləyib baxırıq ki, mərhələ nə yerdədir. Müraciət edildi və sonra isə bizə təsdiq olunduqdan sonra, müraciətə indi hal-hazırda baxırıq. Təsdiq olunduqdan sonra isə burada buraxılış vərəqəsinin çap edilməsi də göstərilir. İndi biz yenidən ümumi məlumatlar bölməsinə daxil olduq və müraciət edildi göstərilir. Buraxılış vərəqəsi təsdiq olunduqdan sonra PDF şəklində biz bunu yükləyib çap edə biləcəyik.